Dostlar salam. Bu günlərdə Alt404 Instagram səhifəsinə bir dostumuz mesaj yazdı və bildirdi ki, video blogerliyə başlamaq istəyir, lakin büdcəsi təxminən 500 manat ətrafındadır və bu qiymətə ona bir smartfon məsləhət görməyimizi xahiş elədi. Mən də hazırda əlimdə Honor X7e modeli var və bu smartfonun da bazar qiyməti hazırda təxminən 500 manat ətrafındadır. Biz bu videonun qalan hissəsini bu smartfonla çəkəcəyik və bu smartfonun video, şəkil və səs keyfiyyətini test edəcəyik. Ümumiyyətlə görək bu smartfonla biz video blogerlik edə bilərik ya yox. Deməli, testimizə başlayırıq biz. Mən hazırda telefonun ön kamerasını istifadə eləyirəm. Hazırda studiya işıqlarını qoşmuşam. Birazdan işıqları da söndürəcəm. Görək ön kamera aşağı işıq şəraitində, qaranlıq şəraitdə necə çəkiliş eləyir və onu da deyim ki, hazırda belə bir mikrofonla mən səsimi yazıram. Lakin videonun qalan hissəsində, xüsusilə çöldəki çəkilişlərdə mən mikrofonu çıxaracağam və telefonun öz mikrofonunun keyfiyyətini ölçmək üçün səsi telefonun öz mikrofonu ilə yazacağıq. Bu isə telefonun arxa kamerasının keyfiyyətidir. Biz hazırda arxa kameranın keyfiyyətini test edirik. Yəqin ki, arxa kamera ilə ön kamera arasında keyfiyyət fərqini hiss elədiniz. Əslində, video blogerliyi üçün telefonun ön kamerasının keyfiyyətə çəkməsi daha əlverişlidir. Çünki real time rejimdə özünü izləyə bilirsən. Lakin bəzən statik çəkilişlərdə arxa kameradan da rahat bir şəkildə istifadə etmək olur. Yenə eyni yerdəyəm. İşıqları söndürmüşəm və aşağı işıq şəraitində, yəni işıqsız bir mühitdə telefonun ön kamerasının keyfiyyəti hansı formadadır, hazırda siz onu görə bilirsiniz. Bu isə telefonun arxa kamerasının işıqsız mühitdə çəkiliş keyfiyyətidir. İndi isə mən çəkilişi çöldə davam etdirirəm, təbii günəş işığı altında. Hava bir qədər küləklidir, mikrofonu da çıxarmışam və əslində biz hazırda telefonun bütün imkanlarını, həm səs yazma imkanını, həm video imkanını mümkün qədər test eləməyə çalışacağıq və bunun üçün əslində münbit bir şərait var, ətrafdan maşınlar gedir, səs-küydür və külək var həmçinin. Bu telefonun real imkanları ilə bağlı təsəvvürün formalaşmasına bizə kömək olacaq. Hələlik ön kamera ilə çəkiliş edirəm. Birazdan arxa kamera ilə də çəkiliş edib sizə təqdim edəcəm. Biraz da kameraların texniki tərəflərindən danışaq. Həm ön kamera, həm arxa kamera 1080 piksel 30 fps maksimum göstəriciyə malikdir. Ön kamera 5 megapikseldir və hazırda mən 5 megapiksellik ön kamera ilə çəkiliş edirəm. Arxa kamera isə 50 megapikseldir və bir şey də nəzərə almaq lazımdır ki, əslində bu cür smartfonlar video blogerliyi üçün nəzərdə tutulmayıb, daha çox gündəlik istifadə üçündür və buna görə də daha balanslı kameralarla təchiz olunur. Amma bir şey də nəzərə almaq lazımdır ki, video kontent istehsal edərkən, xüsusilə açıq havada siz video çəkiliş eləyəcəksinizsə, bu cür smartfonlar da yaxşı mənada iş görə bilir. Bir məsələni də unutmaq lazım deyil ki, texniki avadanlıqlar video blogerliyə başlamaq üçün və ya hansısa bir bu istiqamətdə yaradıcılığa başlamaq üçün bir maneə olmamalıdır. Çünki biz həmişə deyirik ki, burada texniki avadanlıqlar həlledici faktorlardan biri olsa da, bəlkə də ən sonuncu faktorlardan biridir. Əsas məzmundur və sizin təqdimatınızdır. Məzmun və təqdimat yerində olandan sonra digər məsələlər həll olunan məsələlərdir. Ona görə də siz video blogerliyə və ya bu sahədə hansısa başqa bir yaradıcılığa başlamaq istəyirsinizsə, hətta köhnə avadanlıqlarla belə başlaya bilərsiniz. Gördüyünüz kimi mən hazırda həm yeriyirəm, həm çəkiliş eləyirəm və yəqin ki, siz də hiss eləyirsiniz. Smartfonun kamerasının stabilizasiyası o qədər də ideal vəziyyətdə deyil. Lakin düşünürəm ki, bu da bu telefonla hətta dinamik çəkilişlərin aparılmasına belə mane olmamalıdır. Yəni, hər bir halda, yenə də dediyimiz kimi, mövzu maraqlıdırsa və format düzgün seçilibsə, bu smartfonla belə video bloger olmaq olar. İndi isə gəlin görək smartfonun kamerasının şəkil çəkmə qabiliyyəti necədir. Mən bir neçə selfie foto çəkəcəm. Həmçinin arxa kamera ilə də bir neçə foto çəkib sizə təqdim edəcəm.
smartfonun kamerasının foto çəkilişlərlə müqayisədə video çəkilişlərdə daha yaxşı performans göstərdiyini deyə bilərik. Ümumilikdə sualımıza qayıtsaq, onu bildirə bilərik ki, sizin video blogerliyə başlamaq üçün maraqlı mövzunuz və formatınız varsa, çəkinmədən aşağı büdcə ilə 500 manata Honor X7e smartfonunu alıb video blogerliyə bu gün başlaya bilərsiniz.